Şəhid övladları üçün təşkil olunan 5-ci Yaşat yay düşərgəsi öz işini davam etdirir. Bugün proqramda nələr nəzərdə tutulub? Daha ətraflı məlumatı əməkdaşımız Nuraniyə Tələt qızıdan alacağıq. Buyurun Nuraniyə, söz sizdədir. Eşidirik biz sizi. Hər vaxtınız xeyir. Bəli, Yaşat düşərgəsi davam edir. 5-ci Yaşat düşərgəsinin hazırda 7-ci həftəsindəyik və bu günləri, bu saatlarda proqrama əsasən idman, əyləncəli oyunlar keçirilir. Sizlərə təqdim etmək istəyirik. Qeyd edim ki, 15 iyun 2026-cı il tarixindən 5-ci Yaşat düşərgəsi start götürüb və hazırda bugünə qədər davam edir. Ümumilikdə 400-ə qədər şəhid övladı və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, gördüyünüz kimi öyrədici təlimlər, tamaşalar, peşəkarlarla görüş və ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar, axşam saatlarında film və konsert proqramları davam edir. Qeyd edim ki, hər bir düşərgə 5 gecə, 6 günə əhatə edəcək. Bugünkü düşərgəmizdə 7-ci həftənin 2-ci gününün düşərgəsində 14 yaş kateqoriyasından olan şəhid övladlarımız iştirak edirlər. 37-dən çox şəhid övladı buradadır hazırda. Düşərgə boyunca uşaqlar sığortalanıb və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşahidələr aparılır. Psixoloqlar tərəfindən terapiyalar və o cümlədən fərdi və kollektiv görüşlər də keçirilir. Və qeyd etmək istəyirəm ki, bu həftənin sonuna qədər də davam edəcək. Hələlik sizlərə bu əyləncə saatlarından göstərəcəyimiz və təqdim edəcəklərimiz bu qədər. İndi isə söz sizdədir. Təşəkkür edirik Nuraniyə sizə. Ətraflı məlumatlara görə biz də davam edirik.